Bəzi şeyləri oxuduqca, araşdırdıqca bilmədiyim sözlər rastıma çıxır müəyyən dillərdə və onların mənasını axtarmalı oluram. Bəzən yazdığım bir şeylərin əslində həmin olduğum səhifənin itməsini istəməyəndə bir yerlərə qeyd etməli olurum. Yaddaşıma yaza bilmədiyimə görə o qədər bir şey yaddaş daşıya bilmədiyinə görə məcbur hər tərəfdə qeyd olunmuş bir şeylər olur. Deməli, palto hekayəsini biraz vurğuladım orada. Öz işini sevərək edən, çalışan məmurun paltosundan söhbət gedir ki, görür ki, çox yamaq içindədir. Fikirləşir, yenə yamayıb, yenə giyinərəm, gedir dərziyə. Dərzi də deyir ki, onun heç bir artıq yamanılacaq bir tərəfi qalmayıb da. Yəni vaz keçməlisən artıq, yenisini almalısan. Yenisini almaq üçün də çox pul lazımdır və hal-hazırda o pula çatması mümkünsüz bir şeydir də. O da həmin o yeni paltonu alana qədər olan o əmək verilən bir şeyin yoxluğu hansı insan üçün nə anlam daşıyır və onu alandan sonra bilmirəm, hər kəs əslində hansısa bir yoxluqla sınanır və ya özü üçün yoxluq bəzən ürətir, yaradır ki, yəni hər hansı bir yoxluq olsun həyatında, o da bəlkə o cür rahat olur, özünü elə rahat hiss edir, başqa hallarda daha narahat hiss edir bəlkə. Yəni əziyyətlə qazanılan bir şeyin, əmək verilərək qazanılan bir şeyin anlam daşıdığı anlam və ya hər şeyə tık deyə erişilə biləndə zəngin insanların yuvarlandıqları elə bir anlamsızlıq şey olur, dərinlikləri olur və bunu heç cürə tamir edə bilmədiklərinə görə əslində bizim hər gün qarşımıza çıxan xəbərlər və orada dəhşətə düşürən şeylər ki, həyatda bu cür şeylər olur. Kaş ki elə xəbərlərdən duyasınız, amma əslində tək arzu bu deyil ki, hər pis şeyi xəbərlərdə duyasınız, kitablarda oxuyasınız, filmlərdə görəsiniz. Çox insanın arzusu dünyada əmin-amanlıq olmasıdır və heç bir adətən uşaqların və yaşlıların əziyyət çəkməməsidir, gənclərin də istədiyi xoşbəxtliyə qovuşmasıdır. Amma belə bir dünya olmadığına görə hansısa paralel bir evrəndə bilinmir də, yəni əvvəl də yəqin olmayıb, indi də yoxdur və sabah da olmaz yəqin ki. Və burun hekayəsi var, onu da deyəsən dəqiqələrlə çatdırmırıq və ya çatdırarıq bilmirəm. Bir sabah oyanıb adam görür ki, burun yoxdur artıq. Burun canlanıb, insan kimi giyinib və ondan qaçır, gedir onu axtarmağa. Burun hekayəsi budur, palto hekayəsi odur. Kitabın ilk hissəsində olan isə bir delinin hatıra defteri deyə bir şey var. O da hansısa bir önəmli adamın qızına aşiq olur, daha sonra başlayır günlükdə öz hisslərini yazmağa və orada da bilincini necə kaybetdiklərini danışdığı, yazdığı bir şeylərlə tanış olandan sonra artıq izləyiciyə məlum olan bir şeydir. Mənə hər gün aradığım, axtardığım şey kitab özətləri olmur və bu çox maraqlı gəldi, bu hekayələr nədənsə. Düzdür, audio kitabları son vaxtlar rastıma çıxır, fürsətim olduqca dinləyirəm. Maşında radio və ya film, nə bilim, hər hansı bir kitab dinləmə imkanım olmadığına görə gün ərzində ekran məruzətim tapdığım boş vaxtlarda daha çoxalır, əgər olursa. Əslində bu da yaxşı bir şey deyil. Sadəcə bəlli məqamlarda yetişkinlərin belə özünü müdafiə eləmədiyi bir şeylər olur. Yəni məsələn xəbərlər endişə yükləyir, məsələn başqa bir şeylər və onlardan özünü qorumadıqca, məruz qaldığın saatlar, durumlar artdıqca insan özündən verir də bütün hallarda.